Biz ailə quranda məntiqən ailə qurmuruq, hissiyatla ailə qururuq. Sevib ev ailə quracam. Məsələn, düzdür, sevib ailə. Sevmək nədir? Hormondur. Məntiqlə otursam ailə falan qurmayacam. Nə lazımdır ailə qurmaq? Qazanım özümə xərcləyim də. Yəni ailənin məntiqli görsənən bircə tərəf varsa, bu bilirsiniz nədir? Mən qocalanda kimsə mənə baxsın. Onun gələcəyi xaricində üçün bir yatırım eləyir də. Belə. yəni bəli, yəni qayğı, insan özünə qayğını, gələcəkdə mənim qayğı ilə əhatə olunum. Onun bir məntiqi hissəsi odur. Onun kənar məntiqi hissəsi yoxdur. Onu da dedim qayğıya qalırsa, insan o qayğını pulla da ala bilər. Qazan. Arada ki məsələn pul ver gəlsin sənə baxsın. Amma təbii ki biz ailə quranda dedim ki məntiqlə davranmırıq. Biz normalda hissi davranıb ailə qururuq. Belə olmasa insanın soyu davam eləməzdi. Cəmaət qırılıb ölərdi. Başa düşürsünüzmü? Yəni nüfus azala gedərdi. Belə olmasın. Mən bunu niyə gətirirəm? Kişilər baxımından. Kişi bir qadın aşiq olur və deyir mən onun üçün hər şey eləyərəm. Bu belə olan bu. Nə bilim, əvvəl romantik çiçək göndərir, bu olur. Evlənəndən sonra təbii ki, münasibət onun üçün adiləşməyə başlayır. O yaradılışdan gələn bir şeydir. O onun əlində olan şey deyil. Amma bunun üzərində necə getmək lazımdır? İnsan bunu dərk etsə ki, əslində bu mexanizm necə işləyir və bu mexanizm nəyə yönəlir, məqsədi nədir? Məqsədi odur ki, sən məntiqi qoyarsan bir kənara, gedib bir adamla ailə qurasan, övladın olsun, soyun davam eləsin. İnsanın içinə qoyulan hissin də səbəbi oradan gəlir. Bu işin hissiyat yanıdır.